Aşıq Pənahın vətənpərvər ruhda yazdığı bir şeir həm də o mahnıya çevrilib. Yəqin çoxlarınız onu bilər. Yenə vətənimin seyrinə vardım, bugün gülər özlü yüzünü gördüm. Neçə qəhrəmanı, oğul qızları bir deyil, 10 deyil, yüzünü gördüm. Gəzdim Naxçıvanı, dağı, aranı, gözəl Qarabağı, Mili, Muğanı. Anam Azərbaycan, sənə Tayhanı, qoynunda cənnətin özünü gördüm. Kür çayım xalqımın gümrah səsidir, göy gölün məhəbbət piyadəsidir, Çəndibil igidlik nişanəsidir, hər daşın üstündə izini gördüm. Səndə şeiriyyət var, mənası dərin, Pənah vurğunudur eşqin, hünərin, Koroğlu misallı, bax Koroğlu misallı mərd igidlərin qılıncdan kəsərli sözünü gördüm. Bugün qılıncdan kəsərli söz işimlə yetişmişik inşallah. Sağ ol.